Salam değerli futbol severler, hər birinizi təbrik edirəm. Bütün Azərbaycanı təbrik edirəm. Qarabağ komandası 3-2 hesabı ilə Eintracht Frankfurtu məğlub elədi və artıq play-offdadır. Bəli, Azərbaycan futboluna bu tarix 21 yanvar tarixi qızıl hərflərlə yazılacaq. Çünki ilk dəfə bir Azərbaycan klubu Çempionlar Liqasında liqa mərhələsindən play-off mərhələsinə yüksəldi. İnşallah play-off mərhələsindəki rəqibini də məğlub edib daha irəliyə gedər. Qarabağın potensial rəqibləri kimdir? Püşkatma nə vaxt olacaq və rəqibimizin kim olacağı barəsində video gələcək. Amma ondan öncə Liverpool haqqında da bir video gələcək dəyərli dostlar. Çünki son turda Liverpoolla qarşılaşacağıq. Liverpoola məğlub olsaq belə artıq növbəti play-off mərhələsini təmin etmiş olacaq. Sadəcə Liverpool üzərində qazanılan qələbə bizim işimizi play-off mərhələsində bir qədər asanlaşdıra bilər. Rəqibimiz daha asan rəqib ola bilər. Əlavə reytinq halı qazanarıq və əlavə vəsait qazanarıq dəyərli dostlar. İnşallah ki, Liverpoolu da məğlub etməyi bacararıq. Kamilla Duran 4-cü dəqiqədə hesabı açdı. 10-cu dəqiqədə isə rəqibdən Uzuncan Türkəli futbolçu hesaba tarazlıq gətirdi. Belə deyək, sapı özümüzdən olan balta kimi dəydi bizə. 77-ci dəqiqədə hakim ədalətsiz penaltı qapımıza təyin etdi. Çünki ondan bir qədər öncə Kamilla Duranı ondan daha sərt şəkildə kobudluq olunmuşdu rəqib cərimə meydançasında. Amma rəqibin qapısına penaltı təyin olunmamışdı bir qədər. Sonra isə bizim qapının önündə adi vəziyyətdən Bəhlul Mustafazadənin kobudluğunu səhv eləmirəmsə hakim penaltı kimi dəyərləndirdi. Amma üstündən 2 dəqiqə keçən kimi Kamilla Duran hesaba tarazlıq gətirdi. 2-2. Bəhlul Mustafazadə isə hakimi 90+4-cü dəqiqədə cəzalandırdı və son saniyələrdə rəqib qapısına yol tapdı. 3-2 hesabı ilə Qarabağın qələbə qazanmasının səbəbkarı oldu, belə deyək. Kamilla Duranın da 2 qol vurduğunu və oyunun ən yaxşısı seçildiyini sizin nəzərinizə çatdırım. Həqiqətən də oyunun ən yaxşısı idi Kamilla Duran, amma fikirlər müxtəlif ola bilər. Çünki Elvin Cəfərquliyev də özünü olduqca yaxşı tərəfdən göstərmişdi dəyərli dostlar. Siz nə düşünürsünüz? Bu oyunun ən yaxşısı kim idi? Fikirlərinizi şərhlər bölümündə yazın. Nəriman bu dəfə meydana çıxmadı. Musa Qurbanlı son 1-2 dəqiqəni meydanda keçirdi. Maraqlı məqamlar çox qiymətli danışılacaq. Növbəti canlı yayımlarda təbii ki, sizlərə bu barədə danışacağıq. Hal-hazırda Çempionlar Liqasının bu həftə keçirilən oyunlarının nəticələri aşağıda görürsünüz. Digər oyunlar yeni başlayıblar. Mən bu videonu çəkdiyim müddətdə onların nəticələrini şərhlər bölümündə və növbəti videolarımızda sizlərə təqdim edəcəyik. Dəyərli dostlar, bəli, Qarabağ komandası 3-2 hesabı ilə Eintracht Frankfurtu təqribən 400 milyon avro dəyəri olan bir komandanı yıxdı sürdü sözün əsl mənasında. Elə belə sadə dildə danışacağım. Qarabağ komandası 28,65 milyondur. Yəni 28 milyon 650 min avro dəyəri var. Amma rəqibin 396 milyon 400 min dəyəri var. Yəni Qarabağdan dəfələrlə baha heyəti olan bir komanda dəyərli dostlar Qarabağa məğlub oldu. Qarabağın artıq 10 halı var və Çempionlar Liqasında hal-hazırda 17-ci pillədə qərarlaşıb. Gecə oyunların nəticələrindən asılı olaraq yeri bir qədər dəyişə bilər, amma ilk 24-lüyü dəqiqdir ki, tərk etməyəcək. Hətta sonuncu turda belə məğlub olsa. Biz isə Qarabağ komandasına uğurlar diləyirik. Növbəti videomuz Qarabağ Liverpool oyunu haqqında olacaq və Qarabağın potensial rəqibləri püşkatma haqqında olacaq. Ona görə kanala abunə olun, bildirişi açıq tutun ki, bütün bunlardan xəbərdar olasınız. Mən isə indilik sizlərlə sağollaşıram. Bir daha təbrik edirəm. Növbəti videoda görüşərək. Hələlik.